Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Mənim əziz və dəyərli bacılarım, yeni gündən yeni bir vlog ilə yenə də qarşınızdayım. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Şükürlər olsun, biz də yaxşıyıq. Yenə də çalışmışam sizin üçün maraqlı bir vlog hazırlayım. İnşallah ki, sevərək, bəyənərək izləyərsiniz. Bu dəfəki vlog yenə də ad günü vlogu olacaq. Amma öncə belə biraz evdən çəkiliş etmişəm. Biraz ev işləri birlikte edəcəyik. Daha sonra ad günü üçün hədiyyələri hazırlayacağıq və daha sonra da davamı ad günündə keçəcək. Kimin ad günüdür, hara gedəcəyik onu birazdan görəcəksiniz. Amma öncə vlogumu belə ev işləri ilə başlamaq istədim. Elə gün başlamışkən, işə başlamışkən dedim bir vlogla başladım. Və elə mətbəxdə biraz işlərim var idi. Dedim onu sizinlə birlikdə edim. Bilirəm belə ev vlogu, motivasiyalı vloqları çox bəyənirsiniz. Ona görə də istədim belə biraz gördüyüm işlərdən sizin üçün də çəkim. Daha doğrusu çəkmişəm, artıq editləyirəm. Və ümumiyyətcə fikir vermisinizsə ilgirəndən belə aktivləşmişəm. Yəni YouTube barəsində tez-tez vlog paylaşıram. İnşallah ki, sona qədər belə davamlı olar. Hələ ki həvəsdəyəm və həvəsdən düşməmək üçün sizin də dəstəyinizə ehtiyacım var. Edirsiniz, çox sağ olun. Görürəm, hamısını dəyərləndirirəm. Allah razı olsun hər birinizdən. Sözüm yəni bu köhnə mənim izləyicilərimə deyil. Yəni təzə gələnlər var. Hansı ki abunə olmadan da izləyirlər. Onlardan da xahiş edirəm. Əgər bəyənirsinizsə həqiqətən də kanalımı, vloqlarımı, videolarımı abunə olun və siz də aktiv olun. Digər izləyicilərim kimi dəstəyinizi əsirgəməyin. Bol-bol like edin, bol-bol şərh yazın və təbii ki, mütləq ki, abunə olun ki, digər paylaşımlardan da xəbərdar olasınız və şərhlərdən əsas da sizi gözləyirəm. Fikirlərinizi, video ilə bağlı fikirlərinizi ümumiyyətcə belə maraqlıdır sizə tanımaq. Ümumiyyətcə, məsələn, digər izləyicilərimi şəxsən tanımasam da artıq neçə illərdir bir-birimizlə necə deyim, yəni o qədər ünsiyyət qururuq ki, artıq doğmalaşmışıq da və ona görə də istəyirəm ki, o arxa planda qalan o səssiz izləyicilərimlə də ünsiyyət qurum, tanıyım onları. Arada bir şərh yazın, söhbətləşək, ünsiyyət quraq, tanıyaq bir-birimizi. Yəni çəkinməyin qızlar, gözləyirəm hər birinizin şərhini. Yazın, tanıdın özünüzü, hardan izlədiyinizi yazın, neçə yaş olduğunuzu yazın. Ən azından şərhlərinizə əsasən obrazınızı quracam da, təsəvvür edəcəm ki, necə bir bacılarım var, necə bir insanla ünsiyyətdəyəm. Yəni həqiqətən də xoş olar sizi tanımaq. Yəni ki, dediyim kimi, neçə yaşınız var, hardan izləyirsiniz? Və yaxud məsələn, hansı vloqla məni tanımısınız, ilk baxdığınız vloq hansı olur? Yəni bunun kimi, buna bənzər şərhlərinizi və yaxud suallarınızı yaza bilərsiniz. Mənə də əgər suallarınız varsa verə bilərsiniz. Düzdür, mən özüm haqda bir video hazırlamışam. Biraz çox yəni qabağa getməlisiniz. Yəni diqqətlə izləsəz, orada yazılıb sual-cavab. Adı məncə belədir, sual-cavab vlogu. Onu axtarıb tapsaz özüm barədə orada da hər bir şeyi qeyd eləmişəm video blogda. Orada məni tanımaq üçün o vloqa da izləyə bilərsiniz. Belə qızlar, dediyim kimi ilə hələ ki yaxşı başlamışıq, çox şükür. Davamı sona qədər belə olar inşallah. Və dəstək mütləqdir ya qızlar. Unutmayın bunu. Və dəstək demişkən, keçən vlogun da altında çox gözəl sözlər yazmışdınız ad günü vloguna. Hər birinizə dərin təşəkkür bildirirəm. Allah razı olsun sizdən qızlar. Həqiqətən biraz gec cavablandırdım, üzürlü sayan. Hətta bir xanım orada yazmışdı ki, bəs vloqlarınız çox maraqlıdır, amma təəssüf ki, geri dönüş etmirsiniz. Şərhlərə yəqin nəzərdə tutur. Və həmin xanım yəqin ki, təzədir. Əslində çalışdığım qədər videolar yazılan şərhlərə cavab verirəm. Gec də olsa mütləq cavab verirəm. Sadəcə olaraq, yəni məni çoxdan tanıyan qızlar bilir ki,
Şərhləri hər zaman cavablandırıram. Yəni gec də olsa cavablandırıram. Həm də onu da bilirlər ki, həqiqətən də çox məşğul oluram, vaxtım olmur da. Ona görə də gecikir bəzən cavablandırmaq, sualları yox, ümumiyyətcə şərhləri cavablandırmaq. Buna görə də hər birinizdən üzr istəyirəm. Əslində yəni gec cavablandırmağın da səbəbləri var. Qızlar bilir, məni çoxdan izləyənlər bilir ki, ailəmiz yəni böyükdür. Evdə də xanım, qız yoxdur da məndən başqa. Nə gəlinim var, nə qızım var. Bir tək mənəm və qalan hamısı kişilərdir. 3 oğlum, yoldaşım, nəvəm, hamısı oğlandır, kişi xeylağı. Ona görə də heç vaxt ayıra bilmirəm də özümə ki, mən oturum belə bir-bir. Ona görə yığılır və deyirəm ki, hamısını bir dəfəyə cavablandıraram. O da biraz gec alınır. Ondan da əlavə digər işlərim də olur da, yəni tək ev işləri yox, harasa getmək, hansısa bir işi görmək. Yəni mənim ümumiyyətcə günüm çox aktiv keçir. Və ondan da əlavə bilirsiniz ki, həm də məsələn başqa bir o Temu falan belə əməkdaşlıq edirəm deyə oranın da işini yönəltmək, daha sonra YouTube-u yönəltmək, evin işini yönəltmək hamısı vaxt tələb eləyir. Bir də yəni tək evin işi olsa dərd yarı. 3 oğlum hamısı ayrı-ayrı vaxtlarda işə gedib, ayrı-ayrı vaxtlarda işdən gəlirlər. Hamısında ayrı-ayrı vaxtda qulluğudur, yeməyidir, içməyidir, belə hər bir şey, hamısı mənim üzərimdədir də. Yəni səbəblərini deyirəm ki, qızlar, yəni məndən incəməyəsiniz, amma mütləq ki, cavab verirəm. Gec də olsa cavab verirəm. Düzü anında gəldikcə cavab verə bilərəm. Sadəcə olaraq mənim gözümdə biraz zəiflik var. Ona görə belə açkini də, eynəyi də pastayanı taxmıram ki, gözüm örgəşməsin də eynəyə. Ancaq belə nəsə iş görərəmsə telefonda, onda taxıram və yığılır bütün dediyim kimi şərhlər falan. Sonunda hamısını istəyirəm ki, birdən cavablandırım da, eynəyimi taxım, rahat bir vaxt taxım və bir-bir cavablara, şərhlərə cavab verim. Yəni bu aydınlatma gətirirəm ki, məni düzgün başa düşəsiniz də qızlar, yəni bir sözlə. Düzdür, bəzən özümə deyirəm ki, bu qədər yəni işin arasında, yəni külfətin içində nə məcburdur ki, əlavə olaraq YouTube işlədirsən, yəni kanal işlədirsən, daha sonra yəni əməkdaşlıq edirsən. Bəzən deyirəm başım buraxım, amma sonra deyirəm yox. Həqiqətən də qızlar, yəni bəlkə də bu iş, yəni kanalı bağlasam və yaxud yəni nəsə bu işlərlə məşğul olmasam, sıxıcı keçər günlərim. Çünki hər gün dur, səhər eyni işləri gör, maraqsız olar mənim üçün. Evin içində ən azından başımı qatıram və əlavə olaraq da başımı qatmaqla bərabər həm də pul qazanmış oluram da, belə deyək. Ona görə də çətin olsa da necəsə yoluna qoyuram bir sözlə. Düzdür qızlar, YouTube-dan mən elə də pul qazanmıram. Hələ ki mən orada elə məbləğ qoymuşam ki, mən onu istəsəm də çıxarda bilmərəm. Çünki yəni o həmən məbləğ yığılmalıdır ki, mən gedib çıxardım. O özü üçün orada yığılır, amma düzdür çıxartmasam da yenə də qazancdır. Hər zaman tamamlanında məbləğ gedib çıxardacağam. Əsas da mənim qazancım Temudandır. Yəni oradakı əməkdaşlıq edirəm, oradan ən çox qazanıram, belə deyək. Düzdür, oradan da qazandığım pulları çıxarda bilmirəm, amma yəni ən azından Temunun əməkdaşlıq proqramından qazandığım pulları elə Temunun özünə sərf edirəm. Evimiz üçün, ailəmiz üçün, yəni ən azından videolarından görürsünüz də, maşallah olsun. Evə nə lazımdır, uşaqlarıma, ailəmə, yaxınlarıma, sevdiklərimə. Bir sözlə, yəni hər kəsə istədiyimi ala bilirəm də Temunun vasitəsilə və yəni pul xərcləmədən deməyim odur. Yəni Temunun öz pulunu özünə xərcləyirəm, belə deyək. Yəni bu vasitə ilə evdə ailəmə kömək olmuş oluram və bu da mənə xoş gəlir ki, ən azından
Çox da kömək edə bilməsəm yük də olmuram. Çünki Temudan çox şey əldə etmişəm. Bütün geyimlərimi oradan əldə etmişəm. Yəni mən yoldaşıma gedib demirəm ki, bunu al mənə, bunu al. Yəni nə istəyirəmsə oradan sifariş edirəm özüm üçün. Həmən qazandığım pulları. Plus əlavə olaraq da hər kəsə evdə uşaqlara da alıram, yoldaşıma da, yaxınlarıma da. Və tək geyim yox, ümumiyyətcə evə nə lazımdırsa hər bir şeyi Temudan sifariş edirəm. Bəzən düzdür deyirlər ki, Temunun məhsulları keyfiyyətsizdir. Xeyr qızlar, keyfiyyətsiz o vaxt ola bilər ki, əgər siz onu diqqətlə araşdırıb alırsınızsa, onda hə keyfiyyətsiz çıxa bilər. Amma mən artıq Temunu illərdir istifadə edirəm və nə yaxşı, nə pis çıxdığını çox yaxşı bilirəm də. Mən yəni sifariş edərkən diqqət edirəm hər birinə. Belə qızlar, bunları da deməkdə səbəbim o idi ki, yəni evdə oturmağıma baxmayaraq, bacardığım qədər çalışıram evdəkilərə kömək olum. Və bu da məni çox sevindirir həqiqətən də, yəni xoş təsir edir mənə. Bu arada qızlar, bunu göstərmək istəyirəm sizə ki, yəni bu dəmirlər var, hansı ki silirəm. Onu keçən bundan öncəki qaz peçimdə, o köhnə mətbəximdə olan qaz peçində həmişə üstünü, yəni bunları çıxartmadan dərmanı səpirdim də ki, yağları ərisin deyə. Daha sonra gördüm ki, çox xoşa gəlməz bir ləkələr yaranırdı həmən bu dəmirlərin üstündə. Ağ-ağ belə çox çirkin görsənirdi. Və təzə qaz peçi alanda satıcıdan soruşdum ki, yəni nədən ola bilər də bu ağarır üzəri. Deyir, dərman səpirsən, onu pis günə qoyan, çalışın dərman vurmayın. Və o mənim yadımda qalmışdı və bu qaz peçi alandan bəri, yəni onların üstünə dərman vurmamışam da heç vaxt. Çıxardıb qoyuram qırağa. Sonra səpirəm dərmanı. Yəni bu setkalar qalır, amma altdakı o qaz şeylərini çıxardıram oradan. Yəni sizə də dedim ki, sizin də bilginiz olsun ki, nədən əmələ gəlir o xoşa gəlməz yaran ləkələr bilmiş olasınız. Bir də ki, qızlar, bu qaz peçi barəsində fikir bildirmək istəyirəm. Bilirsiniz ki, mənim bundan öncəki qaz peçim metalik rəngdə olub köhnə mətbəximdə. O metalik yəni qaz plitəsindən çox razı idim də. Amma həmişə fikirləşirdim ki, yeni mətbəximdə qara qaz plitəsi alacağım. Yəni arzum idi. Və bu yeni mətbəxə keçəndə qara plitə aldım, amma almağına amma çox peşman oldum. Çünki həqiqətən də çox çətindir bunun təmizliyi, yəni təmiz saxlamaq çox çətindir. Təmizləyirsən, görürsünüz də, əlimdən gəldiyin qədər edirəm, yenə də o istədiyim effekti ala bilmirəm də, o parıltı falan olmur. Elə bil ki, yəni necəsə belə ləkə kimi görsənir. Yəni belə qəşəng silirəm, təmizləyirəm. Adi məsələn çaynikdən bir dənə damcı su düşür ora. İnanın ki, onun da ləkəsi görsənir də. Yəni çox yorucu bir plitədir. Qara rəngi, yəni hamı, hər kəs bunu şikayət edirdi, düzdür, amma yenə də neysə elə öz ağlımla getdim, kəşke almazdım. Bunda ona görə deyirəm ki, yəni əgər elə bir xəyalınız, arzunuz varsa ki, qara plitə alım, əsla almayın, çox peşman olacaqsınız həqiqətən. Belə qızlar, işimi də bitirdim. Artıq axşam düşüb burada. Düzdür, onsuz da çəkilişə günortada başlamışdım. Ona görə də yəni axşama doğru başlamışdım. Tez axşam düşdü. Və belə mətbəxdə işimi bitirdikdən sonra, hətta yəni arada o bəzi başqa işlər də görmüşdüm, onu çəkmədim. Məsələn, elə bir tərəfdən paltar yuyan maşınka yuyurdu, çıxardıb onları sərirdim. Hətta burada görürsünüz, yuyub sərdiyim paltarları. Yəni axşam olduğuna görə artıq evə atmışam paltarları ki, gecə birdən yağış falan yağar. Və bu təzə aldığım suşulkanı qoymuşam girişdəki. Axşam yuyanda paltarları ora sərirəm və yaxud yağış yağanda da içəri sərirəm ki, amma bizdə həm də ora isti poldur da. Axşamdan yuyub sərəndə sabaha qədər quruyur. Paltarlarımı da yudum sərdim və daha sonra dedim elə hədiyyəmizi də sizinlə bir yerdə hazırlayım. Nə hədiyyə edəcəmsə onu dedim sizə də göstərim.
Bu arada kimin ad günüdür bayaq demədim. Əziz qonşum, bilirsiniz videolarımda da görmüsünüz onu. Əziz qonşumun, bacımın ad günüdür. Belə kiçik bir hədiyyələr aldım onun üçün də. Belə bir ətir aldım. Bu ətiri əslində sizlə bir yerdə almışdım. Yəni yadınıza gəlirsə, baldızımla çıxmışdıq yeni il gəzintisinə, yadınızdadırsa orada alanda orada kadrı çəkmişdim, amma tam olaraq göstərməmişdim də sizə nə aldığımı və yəni hədiyyə olduğuna görə göstərmədim ki, sürpriz olsun. Elə yəni çoxdan alıb qoymuşdum bu ətiri. Belə Dolce Gabbana qızlar, ətrin adı yadımdan çıxıb, yəni yaddaş problemi. Əslində amma çox qəşəng iyi var. Belə bir dezodorant antiperspirantdır, şampundur. Daha sonra belə qəhvə tonlarında olan göz paletidir. Bu arada qızlar bugün ayın 11-idir, yanvarın 11-i. Keçən dəfə də gəlinimizin ad günündə 8 dekabr idi, 8 yanvar idi da. Orada da elə deyə durmuşam 8 dekabr, amma 8 yanvar deməli idim. Altda da hətta yazmışam ki, ay qız ağlın hardadır sənin, 8 yanvardır bugün. Yəni bugün ayın 11-idir. Yəni bugün bacımın, yəni qonşumun doğum günüdür ayın 11-də. Və yeri gəlmişkən təbrik etmək istəyirəm təkrar olaraq. Düzdür, şəxsən təbrik etmişəm, artıq ürək sözlərimi demişəm, amma qısa olaraq istəyirəm təkrar təbrik edeyim. Allah sənə uzun ömür, can sağlığı versin. Ailənlə, sevdiklərinlə hər zaman xoş, sevincli günlər yaşayasan inşallah. Və belə qızlar, əlavə olaraq orada dodaq boyası, yəni hədiyyələrindən dodaq boyası da almışdım. Və 2 dənə yenə ənənəvi olaraq 2 dənə hər hədiyyənin üstünə corab qoymalıyam. 2 dənə corabdır. Və bir də belə dedim nə qoyum əlavə olaraq üstünə. 2 dənə də çay dəsmalı qoymuşdum. Bir su çəkən çox qəşəng dəsmallardır bunlar, su götürən. Digəri də bilirsiniz də bu vafli deyilən dəsmallardandır. Və bir ədəd də qızlar əlavə olaraq yenə də fen almışam. Demək olar ki, yaxınlarımın, tanışlarımın çoxusuna fen hədiyyə etmişəm. Bir bu bacıma hədiyyə etməmişdim, dedim buna da hədiyyə edeyim bu fenlə. Həm də feni artıq köhnəlmişdi onun. Bilirdim ki, ehtiyacı var fenə, dedim yerinə düşər. Elə bu feni də ona hədiyyə etdim. Belə bu qədər hədiyyələrim bundan ibarət oldu. Gülə-gülə, sağlıqla işlətsin hər birini inşallah. Və hədiyyələri hazırladıqdan sonra qızlar geyindik, hazırlaşıb çıxdıq, getdik onlara. Onsuz da zaten qonşuluqda yaşayırlar, bir addım yaxınlıqda. Getdik onlara, elə getdik gördük ki, çox qəşəng onlar da hazırlıq görüblər, elə bizi gözləyirdilər. Çox qonaqları da yox idi, demək olar qonaqları yox idi, ancaq biz idik. Və getdik. Oturduq, qəşəng yedik, içdik, dedik, güldük, tort da pişirmişdi çox qəşəng özüm, çayımızı da içdik və çıxdıq, gəldik evimizə. Və şərhimi qızlar burada istəyirəm sonlandırım, artıq çox danışdım, həqiqətən də yorulmuşam artıq, 100% ki sizi də yordum və amma siz izləyin də, mən şərhimi dayandırım, siz izləməyə davam edin və qızlar yenə də videonun əvvəlində dediyim kimi, yəni xatırlatmaq istəyirəm. Dəstək olmağı da unutmayın. İnşallah ki, növbəti vlogda görüşmək ümidi ilə öpürəm hər birinizi, sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.
Ha, söndür. Hələ yox. Söndür, söndür. Hadi gel burada yanına. Geç ortaya. Az geç ortaya. Qorxuyor. Qorxursan sən da. Bir şeyden korku. Happy birthday, ben okuyaram. To you. Happy birthday to you. Böyük güzel. Ne dilek tuttuysa yerine geçsin inşallah. Ancak söz değiller, ancak bir aile